Kim deyib ki, Ramazan ayında bağışlananlara cənnət vacibdir. Amma Məhərrəm ayında Hüseynə ağlayanlara bu vədəni verirlər. Ki, cənnət ona vacibdir. Şiə qardaşlarımız yenə deyirəm, sözsüz ki, indi yəqin o sual verərsiniz, mən lap indidən deyirəm. Mən şəxsən şiələri qardaş sayıram. Allah şahid gətirəm, ürəyimdə olan deyirəm. Kəlmə-şahadə qəbul edən hər bir kəs müsəlmandır, qardaşdır. Amma istəyir sünni olsun, istəyir şiə olsun, fərqi yoxdur. Lap sünni olsun, lap özümüz qohumun, əqrəbam olsun. İslam'a zid şeylər deyirsə, bu indi biz deməliyik səhv deyirsən. Düzdür, cahillidir. Misal üçün səhvlər, şiələrdə mən şəxsən deyirəm səhvlər var, sübut eləməyə də hazıram. Amma o demək deyil ki, kafir sayıram. Müsəlman qardaşlar, amma söz ki, bəzilərini saydım, misal üçün imamları peyğəmbərlərdən üstün tutmaq və yaxud da ki, böyle alimləri deyir ki, Allahdan qeyrisini köməyə çağırmaq olar. Nələr var, nələr danışılır, misal üçün çox danışılır. Misal üçün, biri deyir ki, kim deyir ki, Azərbaycanda məşhur şəxslərdən biri idi. Kim deyir ki, Məhərrəmlikdə bir beyt, şeir oxumaq Ramazanda oxunan Qurandan aşağıdır. Əksinə deyir, Məhərrəmlikdə bir beyt, şeir oxumaq insanı cənnətə salır. Ramazanda isə Quran oxumaq isə bir beyt şeiri hansısa insanın şeirini oxumaq, mərsiyə demək. Ramazanda oxunan Quran isə deyir, insan cənnətə salmır, amma günahın bağışlıdır. Yəni Ramazan ayında bizi tövbə ilə, ibadətlə bağışlayırlar. Məhərrəm ayında necə? Məhərrəmdə ki, başqa şey buyurur. Buyurur, Məhərrəm ayında bir əməl var ki, kim onu eləsə, vəcəbət ləhul cənnət. Demir, onu Allah bağışlayar. Deyir, Allah cənnəti ona vacib eləyər. O hansı əməldir? Bir damcı göz yaşı axıdır Hüseynə. Vəcəbət ləhul cənnət. Allah cənnəti ona vacib eləyər. Kim deyib ki, Ramazan ayında bağışlananlara cənnət vacibdir. Amma Məhərrəm ayında Hüseynə ağlayanlara bu vədəni verirlər. Ki, cənnət ona vacibdir. Məhərrəm Ramazan ayından inanın mənə ki, daha çox bağışlanmaq ayıdır. Daha çox məğfirət ayıdır. Cənnət vacib olur. Göz yaşı ilə insan bağışlanır. Kim Ramazan ayında bir ayə Quran oxusa, savabı nə qədərdir? Eşidirsiniz. Başqa aylarda bir Quranı oxuyub qutarmaq qədər. Məhərrəm ayında nə? Məhərrəm ayında kim bir beyt şeir oxusa, İmam Hüseyn üçün vəcəbət ləhul cənnət. Demir, bağışlanar. Cənnəti Allah ona vacib eləyər. Yəni, gələcək taleyi üçün də bir şey fikirləşər. Vəcəbət ləhul cənnənin mənası budur. Təkcə keçmiş yox. Gələcəyində də nəzər eləyər ona. Ölənəcən qoymaz günaha getsin. Əgər düz ağlasa İmam Hüseyn, düz əzası. Müqayisə eləyəndə Ramazan ayından görürsən ki, Məhərrəmdə Allahın rəhməti daha çox nazil olur. Amma bəs niyə demirlər ki, rəhmət ayı gəldi, bərəkət ayı gəldi, bağışlanmaq ayı gəldi? Niyə demirlər Məhərrəm üçün bunu? Ona görə demirlər ki, İmam Hüseyn ağanın əzasından xəcalət çəkirlər.